Burada bizə deyir ki, 12-ci sualda. İki disk birbiri ilə qarşıla əlaqələndirilib. Disklər üzərindəki K nöqtəsinin xətti sürəti 2 metr bölü saniyə olarsa, L və M nöqtələrinin xətti sürətini hesablayın. Deməli, bizə K nöqtəsinin xətti sürətini verib 2. Bizdən VL və VM istəyir. Biz də bunu tapmalıyıq. İndi bunu tapmaq üçün yazırıq. Birinci qarşıla ötürməyə baxırıq. Yəni K ilə L-in bunu tapacağıq. İndi biz burada baxırıq. Bilirik ki, qarşıla ötürmədən radiusuna bir tək period düzümü tənasibdir. Ona görə asıllığımızı qururuq. VK bölünsün VL bərabərdir. Radiusuna tərs mütənasib olduğuna görə yazırıq. RL bölünsün RK-ya. Oradan da bərabərdir. Bizə baxırıq, L-i verib R. Yerinə qoyuruq. R yazırıq. RK-nı da verib 2R. Burada yazırıq 2R. R-lər getdi, qaldı 2-də 1. Deməli, VK bölünsün VL də bərabərdir 2-də 1-ə. Buradan da VL bərabərdir 2VK-ya. Deməli, bizim VK-mız da bəlli olduğuna görə VK-mızın qiymətini 2 verib. Onu da yerinə qoyub yazırıq. 2 vurulsun 2 bərabərdir 4-ə. Biz VL-imizi tapdıq. VL-imiz 4-ə bərabərdir. Deməli, indi VM-i tapmalıyıq. VM-i tapmaq üçün VM gördüyünüz kimi buradadır. İndi baxırıq biz fırlanan diskə. Bilirik ki, fırlanan diskdə də val radiusla düzüm tənasibdir. Deməli, buna görə indi asıllığını qururuq. VM bölünsün VL bərabərdir RM bölünsün RL-ə. RL. İndi RM bölünsün RL-ə. Burada bizə RM-i verib 3R. Yerinə qoyub yazıram 3R. RL də verib R. R-lər getdi, qaldı 3. Deməli, VM bölünsün VL bərabərdir 3-ə. Buradan da VM bərabər olur. VM bərabər olur 3 VL-ə. Bizim VL-imizin qiyməti də bəllidir, 4-dür. Bunu da gətirib yerinə qoyub yazıram. 3 vurulsun 4 bərabərdir 12-yə. Deməli, VM-imizi də tapdıq 12. Bizdən də soruşur ki, L və M nöqtələrinin xətti sürətini hesablayın. L nöqtəsinin xətti sürəti 4-dür. M nöqtəsinin xətti sürəti 12-dir.